Şəkidə baş verən ağır yol qəzasında 3 nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb. Hadisə Oğuz-Şəki avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan Kia və VAZ-2107 markalı avtomobillər toqquşub. Qəza zamanı avtomobillərdə olan 3 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha 2 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar Şəki rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardımlar göstərilir. Ölən və yaralanan şəxslərin şəxsiyyəti dəqiqləşdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.